Müəllimlər 71-ci sualdan başlayıram. Soldan sağa. Bax, təkrar tərzdir. Gündə zaman, deməli bu sıraya zamandır, bu sırada kəmiyyətdir. Və mən görürəm ki, birinci sözə sadə sırasıdır, ikinci sıra düzəltmə, üçüncü sıra mürəkkəb sırasıdır. Deməli təkrar, sadə tərzim var, mürəkkəb tərzim var. Amma düzəltmə tərzi yoxdur. Deməli birinciyə nə olmalıdır? Düzəltmə tərz. Düzəltmə tərzi olmalıdırsa, bu birlərin hamısını çıxartdım. Qaldım bu ilə cının arasında. İkinciyə, sadə düzəltmə zaman var, mürəkkəb zaman var. Qalmalıdır sadə zaman. Sadə zaman, hələ ki, burada bu inancı gedir, sadə zaman gəlir. Üçüncüyə, sadə kəmiyyət, düzəltmə kəmiyyət var, mürəkkəb kəmiyyət lazımdır bizə deyə B bəndini götürürəm. Düzəltmə zərf, qəfildən, casına, şairanə, hərdən bir mürəkkəbdir, o birlər də heç zərf deyil. Sonra, düzəltmə zərf, çoxdan, qəhrəmancasına, qəflət ən. 1, 5, 6. 74. Tərz hərəkət zərfi, məhəbbətlə nə tərzdə? Sonra, dil ucu nə tərzdə? Hərdən bir zamandır, gülə-gülə feili bağlama, gözlənilmədən feili bağlama. Deməli, məhəbbətlə və dil ucu, 1 ilə 4. Yenə düzəltmə zərfi istəyir. Gəlin baxaq görə. Yan akı 3, mərdliklə 4. İndi sadədir. Düzəltmə zərf istəyir casına, latınca, ustalıqla. Hansı sözlər zərfdir? Sağa, sola, uzaqdan uzağa, yan yana və salam. Bunlar feili bağlamadır, feili bağlamadır. Bunları keçəcəyik inşallah. Belə. Hansı sözlər zərfdir? Ora, bura, için, ara, sıra. Gedər gəlməz isimdir, sinif isimdir, yana, hər iki tərəfdə A var, feil bağlama. Feilin quruluşca hər üç növünü. Gəlin görək, onda sağ, sol mürəkkəbdir, birdən düzəltmədir, irəli sadədir. Deməli, biri götürdüm. Sonra gəlin görək, üzbəyüz mürəkkəbdir, aydın sadədir, mehribanlıqla düzəltmədir. O birisilərə gəlin baxaq. Addım başı mürəkkəbdir, dəfələrlə, addım başı mürəkkəbdir, dəfələrlə düzəltmədir, tez, sadədir. Mürəkkəb zərfləri seçirsiniz, oğrun, ilbəyil, diz-dizə. Ora harız şəkil sərgəbində yenə zərf olur. Daki onu sifətə çevirir, ona görə daki gedir. Orada qrammatik şəkilçidə yenə zərf olur. Oralar qrammatik şəkilçidə yenə zərf olur, onu dönüşdürə bilmir. Zərfin hansı yenə zamandır. Deməli, birinci bir gəlir. Təsadüfən, necə? Təsadüfən tərzdir. Sonra 2 gəlir. Səhərə qədər sonra zamandır. Yenə 1 gəlir. Onsa zaman bir dəfə yazılıbsa lazım deyil. Sonra aramla nə tərzə tərz var. Zamanla tərz götürdüm də. Zamanla tərz var. Səhərə qədər oxuyur. Deməli, düzəltmə zərf işlənmiş cümləni keçirik. Gündə dayanma, kölgəyə keç, yox. Deməli, yayda 3. Sonra içəri bir də 3 ilə 5. Mürəkkəb zərf işlənmiş cümləni seçirsiniz. Yan yana 2-ni götürürəm. Asta-asta 4-ü götürürəm. Sonra nə qaldı burada? Deyir ki, hansı sözlər zərfdir? Baxaq görək. Sakit görünür 3. Xeyli danışdıq 5. Diqqətlə baxıram 7. Zərflə bağlı çoxdan açılmamış kitab şkafının açarını burdu. Ayaq səsi eşidilmədiyini görüb yavaşca geri döndü. Burada ədatdır, yavaş sözü zərfdir, ədatdır orada. Hisslə tərzdir, ağır yenə tərzdir. Deyir, birincidə quruluşca düzəltmədir. Gəlin, baxaq görək. Zərf düzəltmədir, doğru deyir bunu. Kəmiyyət zərfidir, çoxdan açılmamış, yox, zamandır. İkinci, tərz hərəkət zərfi digər bir zərfi izah edir. Gəlin, görək onda. Yavaşca döndü, xeyr, yavaşca döndünü, feili izah edir. Üçüncü deyir ki, ikidə bir deyir ki, sadə yer zərfi feilə aid olur, zərflik vəzifəsindədir. Bu düz. Gerin üstü deyir də. Tərz hərəkət zərfilərindən biri düzəltmə, digəri mürəkkəbdir, düz deyir. Hər iki zərf cümlədə müstəqil cümlə üzvü vəzifəsində işləmir. Xeyr, dönüb feili bağlama, qoymur o əvvəldəki söz cümlə üzvü olsun. Hərəkətin necə icra olduğunu bildirir. 80-ə baxırıq. Necə icra olduğunu bildirir. Yəni tərz istəyir bizdən. Tərz gəlin görək, birdən-birə güclənir. Necə güclənir?
nə zaman icra edildiyini bildirir. Zaman istəyir bizdən, yazda bəndi. Harda icra olunduğunu bildirir, harda yerini istəyir bizdən. Onda irəlidə B bəndi. Çünki o birlərə baxaq. Deməli, burada yoxdur zərf. C-də ümumiyyətlə zərf yoxdur. A nədir? Heç birisini aid eləmədik. Heç A-da da ümumiyyətlə zərf yoxdur. Hansı cümlədə zərflər yenə necə icra olduğunu bildirir? Yavaş-yavaş A bəndi. Nə zaman icra olduğunu bildirir? Axşam yelində zərf yoxdur cümlədə. Nə zaman? Qışda D bəndi. Harada irəlidə C bəndi. Bu irəlidəki sifətli, burada da zərf yoxdur.